Kəndlər. Zəngilan arasının kəndləri. Sonra gəldim Ağalar kəndinə. Bizim o Ağıllı kəndə. Ağalar kəndinin böyünündə böyük bir göl var. Xudafərin gölü. Nə böyüklükdə göldür. Təsəvvür edirsiniz, gəldik ki, orada söhbət daha doğrusu mağazadır, saxlamışıq, su zad alırıq, özümüzə bir atışdırmağa bir şeylər alırıq. Orada mən uşaqlarla söhbət elədi. Vəziyyət nətərdir burada? Dedilər ki, vəziyyət çox pisdir. Niyə qardaş dedi, iş yeri yoxdur. Bizi gətiriblər, hamımızı yığıblar bir balaca həyətlərə. Dediyim kimi, heyvan saxlamağa imkanımız yox, qoyun saxlamağa imkanımız yox. Dedim, axı, bəs bu Zəngilan tərəfdə bir sürülər göstərirdilər ki, mal sürüləri. 8 min, 10 min baş mal. Və bu nədir? Dedi ki, o bizim deyil ki. Dedim, bə kimindir? Dedi, o Erdoğan'dır. Dedi, bəli, Erdoğan gəl burada fermada işləyir. Dedi, bəli, Qarabağın alınmasında bizə yardım elədiyinə görə Sayın Erdoğan müəllimə burada bir ferma tikiblər. Sayın Erdoğan müəllimin də burada minlərlə heyvanı var, inəyi var, malı var. Amma Ağallı mal saxlaya bilməz. Otara bilməz. Eləcə də Laçın kəndlərində yaşayan, köçürülən, köçkünlər mal, heyvan saxlaya bilməzlər. Onlar qatığı, südü marketdən almalıdırlar. Niyə? Çünki o paraşokla